Bir oxucum məndən soruşur, müəllim, belə filan, mən sizə nə edə bilərəm? Təşəkkür eləmək istəyirəm. Deyirəm ki, yazılarımı oxuyun. İkinci dəfə soruşur, yox müəllim, xahiş edirəm də, mən sizə nə edə bilərəm? Yazılarımı oxuyun. Üçüncü dəfə yenə israrla soruşur ki, yox da müəllim, mən sizə nəsə bir şey eləmək istəyirəm, nə edə bilərəm? Yazılarımı oxuyun. Oxuyun və oxutun. Yəni yazısı üçün ən böyük dəyər, təşəkkür budur ki, o yazılar oxunsun, tətbiq olunsun və təbliğ olunsun da. Bu nöqteyi nəzərdən yaxşıların, işığın həmişə belə bir problem olub, təəssüf. Pislər çox deyirlər, sadəcə çox səs-küy salırlar deyə çox görsənirlər. Çox danışırlar, çox təbliğ edirlər. Pislər bəzən qaranlıq, bəzən işıqdan daha yaxşı təşkilatlanır. Problem budur. Amma yaxşılar biraz yaxşıya arxayınlıqdan doğra bu. İnsanlar ki, istedadına arxayın olan insanlar olur. Arxayında da istedadım var, çox da zəhmət çəkmir. Yaxşılar da yaxşı olduqlarına, həqiqət olduqlarına sanki arxayınlaşırlar nədirsə, elə bilirlər ki, onun təbliğə çox ehtiyacı yoxdur.